Salamlar, salamlar, salamlar. Həkimə gedirik. Sling vloga gəldi. Poliklinika. Vlog çəkirəm. Biz deməli poliklinikaya gedirik, məktəblə əlaqəli analizə. Yayda mən bilmirəm nə analizi, üzü yaya gedirik. 2 ay qalıb qurtarmağına məktəbin. Məktəbə 2 ay qalmış qurtarmağına bizi analizə göndərirlər. Bunu əslində tərsinə işləyir dövlət. Əslində məktəb başlayanda eləməlidirlər. Amma məktəbin sonunda. Hə də. Neyse gittik. Boyuz ölçülər. Kağızı orada kaldı. Ha, ona verik. Özü getirir. Birinci gün özü getirəcək. Bir salon steyqəliyinin musiqilərindən uzaq boyu var. Hadi 8 saat. Deməyə getdik poliklinikaya. Gözlüsəz birazdan. Poliklinikaya getdik. Güya analizlərdən keçdik. Nəciz? Belə tərəfdə. Qırırlar bir-birlərini bak. Nəyə atarsınız? Sokağa atacağım. Tamam. Neyse. Deməli analizlər verdik. Bizdən nəcis analizidir, qan analizidir. Yəni bir çox analizlər məktəbə görə istəyirdilər. Salamlar. Salamlar, salamlar. Necəsiz? Biz gedirik. Bir səs hara çəkiliş eləyəcək. İndi Razindəyik. Xoşum gəlib Bakıxanovda yəni. Müəllimə həmişə düzəldir bu formu. Mən düzəltməkdə ibtidai müəllim düzəldir. Hər nəysə, bura çox qəşəngdir, çox xoşuma gəlir. Amma desəz ki, razıda qalmaq istəyirsən, yox. Sonra başqa yerlərdə istəyərdim. Keçi baba, gələcəyik yenə. Bakıxanov moludur, amma inanırsınız içi boşdur. Sanki tərk edilib. Deməli qızlar gəldik. Bakı Kino Teatrın yanındayıq. Baxın Simlat. Bura İrşad. Yadları Bakı Kino Teatrıdır. Yol keçirik. Burada ekonomda var. Burada tanıyanlar bilir. Əhmədlidir Bakı Kino Teatrın yanı. Və gedirik. Və görürsünüz yəqin ki, gəldik bura. Və gəldik, çıxdıq bura. Gəldik indi, gedirik ora. Görək nələr var. Haydi. Və A klasa gəldik. Nəhayət açılışı idi. Xeyirli uğurlu olsun. Müştərisi bol olsun. Qazancı bol olsun. Qaçırtmayın 3 gün 20% endirimlə nə istəsəz ala bilərsiniz. Bütün məhsullar daxildir. Uşaqlarınızla gəlsəz möhtəşəm. İstədiyini ala biləcəksiniz. Və hətta hədiyyəlik məhsullar da çox idi. Və mən 1-2 dənə hədiyyəlik şeylər oradan seçdim. Nəzərimə saxladım. Növbəti gedişimizlə onların ikisinə də, yəni 2 oğlan uşağına da hədiyyəmiz oradan olacaq. Alacağım inşallah Allahın köməkliyi ilə. Və yenə də deyirəm, burada həqiqətən də çox möhtəşəm endirim var. 3 gün istifadə edin bu endirimdən. 20% endirimi qaçırtmayın. A klasa gəlin. Həqiqətən də çox gözəldir. Sanki cənnətə düşmüsünüz də. Və hətta şok düşəcəksiniz ki, orada sumkalar hətta 40% endirimlə yəni satışdadır. Qaçırtmayın. Bu ildən alıb gələnlə sumkanızı hazır qoya bilərsiniz. Çünki bilmirsiniz gələn il nələr olacaq. Qiymətlər gündən-günə qalxır. Valla biz planlı şəkildə getməmişdik nəsə alış-verişə. Amma planlı şəkildə getsəydik, həqiqətən də çox şey alacaqdı. Amma yenə də əli boş çıxmadıq oradan. Yəqin ki, eşitdik izləyicilər. Hətta baxın, şkatulkalar da var burada.
Penizellər də var. 10 manat var. Çox qəşəngdirlər amma. Buna baxın. Bu 18 manatdır. Görürsünüz. Bir de var paneldir. Yani çok qəşəng. Möhtəşəm. Hatta baxın belə. Sonra baxın belə su qabları hər qiymətə var. Bakın hediyeniz. Çok qəşəng nasıl qiymətədir. Bu qiymət qabları da var belə. Benden soruşurdunuz. Yemek kablarını çekmeyi. Her yemek var. 2 manattan başlıyor yemek kabları. En bahasını içeride yemek kabları. Ha. İzleyiciler için çekilen de ya ona göre. 2 manattan başlıyor bilmiyorum. Ha. Yine 2 manattan başlıyor. En bahası 16 manata kadar. Yani çok qəşəngli kaşığı falan her şey var yerinde. Çok sağ ol hanım. Yani izah demişəm belə onlarda. 3 gün devam edir də. Aha, teşekkürler. Yani kaçırmayın indirimləri də. Hatta buna bakın görün ne qəşəngdir. O meşhur ruçka. O meşhur ruçkalar. Bakın. Hangisi burada? Slime'lar da taktım sizin için. Ben birini götüreceğim. İnşallah. Bu hangi rengini götürürüm? Pembe iş götürürüm belki. Beleler de var ya bakın. Bakın beleler de var. 1.50'de var. 1.80'de de var. Yani ben bunu götürürüm bu rengini. Bunlar görürsen. Ha akvaryum. Aç bir dönem. Kavunlara geçmiş. Geçen kıla akvaryum biz yağmur bundan işlerdik. Və buradan A-klassın rəhbərinə təşəkkürümüzü bildiririk ki, bizi necə deyək, icazəsini verdi, çəkilişini rahat şəkildə edək. Çünki mən hara getdim, nə çəkdimsə, icazəsini mütləq almalıyam, rahat şəkildə çəkim, sərbəst olum, rahat olum və bildirdim ki, izləyicilərim istəyir və Instagram səhifəsindən mənə çox insan yazmışdı ki, Günel xanım, A-klass yeni açılacaq, dedim, xəbərim var, danışmışam uje sizlər üçün və izləyicilərimin istəyini yerə salmadım və həyata keçirtdim, getdik, çəkdik, gəldi, hətta bir-iki şey də aldı. Çatışmayan yüngül bir şeyler aldı. Ama inşallah növbəti lazım olsa yenə də gedəcək. Düzdür, biz dəftər, kitab, ləvazimat belə şeylərini, yəni məktəb ləvazimatlarını 2 yerdən edirik əsasən. Rebus və A-klassdan edirik həmişəki kimi. Əvvəl sədərəkdə idi yerləri, indi hal-hazırda da var orada və Əhməddə açmağı da çox super oldu. İnşallah hansı tərəfdən səmtimiz, yolumuz düşərsə, hər iki belə deyək, məktəb ləvazimat yerindən alış-veriş edəcək. Siz də qaçırmayın. Hətta gözəl bir endirimlər də eləyirlər. Möhtəşəm. Hətta burada Rebuson rəhbəri müəllim, yəni həmin müəllim oradaydı, adını bilmirəm. Onunla şəxsən danışdıq, söhbət elədik. Çox yəni bizim üçün də necə deyək, axtarış elədi. Bizə akvarel kağızlar lazım idi, sırf rəssamlığa görə qalın kağız lazım idi. Sağ olsun. Buradan da ona ayrı bir təşəkkür edirik ki, çox sağ olun, əziyyət çəkdiniz. Bizim üçün axtarış elədiniz və axırda başqa bir nəticəyə gəldik. Təbii ki, tapa bilmədik, yox idi. Sağ olsun, axtardı bizim üçün. Amma qurtarmışdı artıq. Niçivo, eybi yox, heç nə olmaz. Növbəti gelişimizdə inşallah tapıb alarıq. Biz yağmuru
soruşsaq ki bunun hamısını almışıq. Yağına baxan bax bunu almışıq. Kistin ucları o qədər gözəldir. Bunlar biraz fərqlidir, amma o birisindən çox qəşəngdir. Qiymətində də fərqi var, biraz daha olsa da, amma sırf rəsmə gedər deyil. Çəkdi üstündə də gedirik. Cənnətdir də cənnət. Burada elə bilirəm ki, səs düşür, amma sən demə səs bağlıymış. Nələr aldığımızı növbəti vlogda göstərəcəm. Və abunə olub like atıb yorum yazmağı da unutmursunuz. Hələlik.